İlk öncə hər kəs salamlayıram. Deməli, bizim bugün baxacağımız sual tipi Rumıniya riyaziyyat dərsi üçün tərtib elədiyim tənliklər sisteminə aid bir sualdır. Bu sual olimpiada tipli bir sualdır. Yəni nə çox çətin sualdır, nə də çox asan bir sualdır. Olimpiada ilə müəyyən qədər məşğul olan abituriyent yəni bu sualları rahatlıqla həll edə bilər. Bərabərsizliklər bölməsindən anlayış olan biri yəni rahatlıqla bu sualı həll edə bilər. Əvvəlcə suala keçməmişdən əvvəl mən ümumiləşmiş Koşulyakowski bərabərsizliyini qeyd edeyim. Bərabərlik halı bizə lazım olacaq. Onları qeyd edeyim, ondan sonra sualın izahına keçək. Əvvəlcə tutaq ki, bizə A1, A, I, B dəyişənlər verir. Bunlar həqiqətlər çoxluğunda təyin olunmuş ədədlər olsun. I də 1-dən N-ə qədər qiymətlər alsın. Onda Koşulyakowski bərabərsizliyi necədir? A1, B1 plus A2, B2 plus nəhayət AN, B kvadratı kiçik bərabərdir. A1'in kvadratı plus A2'nin kvadratı plus AN'in kvadratı vurulsun. B1'in kvadratı plus B2'nin kvadratı plus BN'in kvadratı. Bu ümumiləşmiş Koşulyakowski bərabərsizliyidir. Hansı ki AI, BI ədədləri həqiqətlər çoxluğunda təyin olunmuş bir ədəd olsun. O zaman bu bərabərsizlik doğrudur. Bərabərsizliyin bərabərliyi halı hansı şərt daxilində ödənir? Yəni bu bərabərsizlik bərabərliyə, bu bərabərsizlik işarəsi bərabərdir. Nə zaman olur? O şərti qeyd edeyim. Dəyişənlərin A1'in B1'ə nisbəti bərabər olsun. A2'nin B2'yə nisbəti, bu da bərabər olsun AN'in B-nin nisbətinə. Yəni bu şərt daxilində, bu şərt ödəndikdə bərabərlik halına çevriləcək. Yəni burada artıq bərabərsizlik qalmayacaq. İndi biz ümumiləşmiş Koşulyakowski bərabərsizliyini də qeyd elədik, bərabərlik halını da qeyd elədik. Keçən sualın izahına bu şərtdən istifadə edəcək. Sistemin birinci tənliyini götürürəm. Birinci tənliyini götürüb sadələşdirirəm. Birinci tənliyi aşağıda yazıram. Əvvəlcə bu mötərəzəni vurub açıram. 2 vurulsun mötərəzədədir. Deməli vurub açsam. Bir dənə mötərəzəni açsam. Deməli 2x plus 4n plus deməli baxaq 2-nin 4 aha plus 3z. 3z mötərəzəni bağlayıram. Plus 5y plus 5y plus 7m plus 5y plus 7m mötərəzə kvadratı bərabərdir. 190 vurulsun. Dəyişənlərin kvadratları cəmdir. X kvadrat plus y kvadrat plus z kvadrat plus m kvadrat plus n kvadrat. Tənliyi bu şəkildədir. Yenə də birinci tərəfi götürüb sadələşdirirəm. İndi yenə də vurub açıram da. 2-2'nin 4x plus 2-4'ün 8 n plus 2-3'ün 6z plus deməli 3-ün 9y daha doğrusu 3-ün 9'unu yazırıq ki 5'dir daha doğrusu bu plus 5y plus 7 dənə m mötərizə kvadratı. İfadənin birinci tərəfi bu şəkildədir. Mən buna Koşulyakowski bərabərsizliyini tətbiq edirəm. Hələ ki bunu saxlayıram bir küncdə, tənliyin sol tərəfi üçün Koşulyakowski tətbiq edirəm. Deməli bu ifadə kiçikdir, bərabərdir. Baxıram. 4'ün kvadratı cəm, 8'in kvadratı cəm, 6'nın kvadratı cəm, 5'in kvadratı, 7'nin kvadratı yazmalıyam. Yazıram necə? 4'ün kvadratı 16 plus 8'in kvadratı 64 plus 36 plus 25 plus 49 vurulsun. Deməli, x-in kvadratı, n-in kvadratı, z-in kvadratı, y-in kvadratı, m-in kvadratı cəmləri. Yazıram x-in kvadratı plus y-in kvadratı plus z-in kvadratı plus m-in kvadratı plus n-in kvadratı bu şəkildə düşdü. Bunu bir A-dan işarə edirəm bu tərəfin. A kiçikdir, bərabərdir. Nədən? Koşulyakowskiyə əsasən. Toplayaq. 64, 130, 64, 36 toplayanda 100. 16, 25 eləyəcək deməli. 30, 41, 41 ilə də 49 toplayanda 90 eləyəcək. 90, 190. 190 vurulsun. 190 vurulsun. X-in kvadratı plus y-in kvadratı plus z-in kvadratı plus m-in kvadratı plus n-in kvadratı bu şəkildə. Deməli, Koşulyakowski bərabərsizliyini tətbiq edəndə görürük ki, sol tərəf kiçikdir, bərabərdir. Sağ tərəfdəki ifadədən. Yəni, oxşar ifadələrdir. Görürəm ki, bu ifadədə bərabərlik halına çevrilib. Yəni, bu ifadədə bərabərlik halına çevrilib. Yuxarıda da qeyd eləmişdim. Koşulyakowskidə bərabərlik halı nə zaman olur? Dəyişənlərin A1'in B1'ə nisbəti, A2'nin B2'yə nisbəti bərabərdir nəhayət. A-nin B-nin nisbətinə bərabərliyi olmalıdır. Bu şərt ödənməlidir. Onda yazacağam necə? Bu ifadəyə əsasən. Yazacağam ki, x-in 4'ə nisbəti bərabərdir. N-in 8'ə nisbəti bərabərdir. Z-in 6'ya nisbəti, Z-in 6'ya nisbəti bərabərdir. 5 yazmayaq da y yazaq. Y-in 5'ə nisbəti, çünki dəyişənləri birinci yazmışıq. Plus m-in 7'yə nisbəti. Plus yox, bərabərlik olmalıdır. Aha, bərabərdir, bu da 1k-ya bərabər olsun. Bu şərt ödəndikdə bərabərlik halına çevrilir. Deməli, o dəyişənlər üçün bu münasibət ödənir. Sistemin dəyişənləri üçün bu münasibət ödənir ki, bu formadan bu formaya keçir, əvvəlki formaya keçir. Onda x bərabərdir 4k. M ardıcıl yazaq da. Y bərabərdir 5k. Y 5k'dır. Z-imiz 6k'dır. 6k. Sonra keçirik n-ə. N bərabərdir 8k. M də bərabərdir 7k. Yəni sistemin dəyişənləri üçün bu münasibətlər ödənir. Aha. Bunları qeyd elədik. Gəlirəm, sistemin ikinci tənliyindən istifadə edirəm. Sistemin ikinci tənliyi necədir? Sistemin ikinci tənliyi 2xy plus 3yz
deməli plus 4zm. Burada həmin dəyişənləri nəzərə alacağam aşağıda. Deməli bizdə necə idi sistemi tənliyi? İkinci tənliyi 2x, y. Yazıram 2 vurulsun, 4 vurulsun 5. 20k kvadrat. Plus keçirəm. 3y z idi. 3y z. 3 vurulsun 6 5'in 30. 30k kvadrat. K kvadrat. Aha. Sonra keçirəm 4z idi. Plus 4 vurulsun. Z'in yerinə yazıram 6 7'nin 42. Z hansı? 42k vurulsun 42. K'nın kvadratı. Plus 5 idi. Mn. Deməli 8 7'nin 56 plus 5 vurulsun 56 k kvadrat. Sonra 6nx idi. 6nx. nx 8 4'ün 32 plus 32 belə yazaq da 6 vurulsun 32 k kvadrat bərabərdir 3080. Bu münasibət ödənməlidir. İndi keçirəm, deməli, əvvəlcə vurum sadələşdirim, sonra toplayacağam. K-nı tapaq. 2-ni 20'yə vuranda elədi 40k kvadrat. 40 dənə k kvadrat. 90k kvadrat. 90k'nın kvadratı. 4'ü vurur 42'yə. 168 plus 168 k'nın kvadratı. 5'i vururam 56'ya. 280. 280 k'nın kvadratı. Altını da vururam 32'yə. Deməli, altını 32'yə vuranda 192 edir. 190, deməli, 192 k kvadrat. Bu da bərabərdir 3080. 3080. İndi 40 ilə 90 toplayıram, edir 130. Deməli 40 ilə 90 toplayıram 130. Üstünə gəlirəm 168'e. Eləyəcək 298. 298'dən 280 toplayıram. Deməli 578. Bura qədər 578. Üstünə də 192'ni gəlirəm. Edir 770. 770 k kvadrat bərabərdir 3080'ə. İndi mən nə edəcəm? 3080'i böləcəm 770'ə. K kvadrat təqribən yox, bu da edir 4. K bərabərdir 4. Buradan da alıram ki, K bərabərdir plus minus 2 münasibəti ödənir. İndi bizdən nə istəyir? K-nı plus minus 2 tapdım. Deməli köklərim olacaq. Bir dəfə K-nın yerinə 2 qoyacağam, bir dəfə də mənfi 2 qoyacağam. Yəni hər ikisi mənim tənliyimin kökləridir. Amma bizdən şərt də qoymuşuq axı. Bizdən istəyir maksimum həmin cəm. Deməli onda maksimum qiymətin x plus y plus z plus m plus n. Bu cəm ən böyük qiymətin alması üçün K-da müsbət olmalıdır ki, ən böyük qiymətin alsın. X, y, z. Deməli, əvvəlcə tapmadan da bu yerində deməli yazıb, sonra K-da nəzərə ala bilərik. Deməli, x ilə y toplayıram, 4 ilə 5 toplayıram, 9. Sonra üstünə gəlirəm, z-i, 6-nı gəlirəm, 15. 15 ilə 8-i toplayıram, elədi 23. 23 ilə 7-ni toplayıram, elədi 30. Deməli, bu ifadə 30K-ya bərabərdir. 30K. 30K-dırsa K-nın yerinə qiymətini qoyuram da, müsbət qiymətini qoyuram. Dedim ki, maksimum cəm soruşur. Bizdən maksimum x plus y plus z plus m plus n soruşduğuna görə deməli K-nın yerinə müsbət kimi qoyacağam, bu da eləyəcək 60. Deməli, bu cəmin maksimum qiyməti bizdə 60'a bərabər imiş. Ümid edirəm ki, sual aydın oldu. Yəni burada bir neçə bölmənin kompleks şəkildə birləşməsi nəticəsində yeni bir sual tərtib eləmişdik. Burada həm bərabərsizlikdən istifadə elədik, həm tənliklərdən, həm də yəni bəzi çevirmələrdən istifadə edib bu tənliyi həll elədik.